Azadlıq Radiosunun Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Yafəz Əkrəmoğlu naməlum şəxslər tərəfindən şantaj edilir. Aprelin 5-də media mərkəzində üzləşdiyi şantajla bağlı mətbuat konfransı keçirən Yafəz Əkrəmoğlu, aprelin 3-də naməlum şəxslər tərəfindən yaşadığı evə zəf verildiyini bildirdi. Aprelin 3-də evdə olmayanda, işdə olanda bir nəfər naməlum şəxs bizim evə gələrək bir zərf verdi və özünü poçtçi kimi təqdim etdi. Amma zərfin üstündə marka oldu. Sonradan bizə məlum olsun, o poçtçisi deyil. Və həmin adam ona görə poçtçisine oxşamış ki, onlar evə gəlməmişdən öncə gəlib qonşulardan mənim ünvanımı soruşub, ondan sonra təqdim edilən məktubu. Və belə çıxır ki, burada sübut edir ki, poçtçisiləri deyilir. Və mən o məktubu evə gedəndən sonra açdım. Məktubun içərisində bir Facebook yazışması vardı və xatırlayırsa mən 2 dəfə mən Facebookda qeydam eləmişəm ki, mənim adımda saxta profil yaradılmışdı. Və həm saxta profildən, başqa bir saxta profildən güya yazışmalarından adından intim söhbətlərdir belə. Onu göndərdilər. Sonra bir qadınla, həmin qadının şəkili var, sonra demək, baş hissəsi olmayan bir qadın bədənidir. Bir də CD. CD var, CD-lərlə qulaq asanda 6 dənə səs faylı vardı. Orada da bir naməlum kişi ilə naməlum qadın arasında pıçıltılı, yəni gücdən başa düşmək olur, diqqətlə qulaq asana. İntim söhbətlərdir, belə bir şeydir. Bunları göndərdilər. Yafəz Əkrəmoğlu onu şantaj edən şəxslərin Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları olduğunu vurğulayıb. Jurnalist qeyd edib ki, məktub aldıqdan sonra Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı ona telefon zəng edib. Dedim, nə ilə bağlı? Biz onu yaymaq istəyik, orada olanları yayacaq. Dedim, orada olanlar hamısı saxta, yəni ki, heç kimin inanmayacağı bir şey. Bundan yəni heç nəyə nail ola bilməsi. Sonra dedim, mən Naxçıvan birinci şəxsin adından danışıram və sən nə istəyirsən, nə maddi çətinliyin vardırsa, sən razılıq ver, adam göndərək, görüşsün, danışsın, söhbət edeyim. Nə maddi problemi var, həll olunacaqdır. Sadəcə bir şərtimiz var ki, Naxçıvanla bağlı heç bir yazı getməsin. Yəni dayandırız ki, Bakıdan yaz başqaları biz söz demirik. Naxçıvanla bağlı biz istəmirik ki, sən yazı Azadlıq Radiosunda yazılar edəsən. Mən təbii ki, razılaşmadım. Ondan sonra mən dedi ki, hələ qorxuya başladı. Dedi ki, səndə desən görüntülərin var, bəzi görüntülər. Biz onu montaj edib, kimlənsə güya intimə əlaqədəki hansısa qadınla. Belə bir şey işte, bizdə son texnologiya var, biz onun köməyinə görürük ki, hiss olunmur. Hətta o Putinin misal gətirdi ki, məsələn, onu montaj edəmişsə, hiss olunmayan dərəcədə. Belə, mən razılaşmadım təbii ki, bununla da. Dedim, istəyirsən, görüntümü əldə elə, öz həqiqi görüntümü və yenə də onunla mənə, yəni susturmaq olmayacaqdır. Belə, sonra başladı məni təhdid eləməyə. Dedi, əgər bu söhbət yayılsa, məktub gəlməsi, mənim zəng eləməm yayılsa, sənin özündə, ailəndə ölüm təhlükəsi gözləyir. Evi də tanıyırıq, ailə uşağı da tanıyırıq və sizi öldürəcək belə bir təhdidlə telefonu söndürdü. Ondan sonra mən, biz gəldik, Azadlıq Radiosu olaraq biz müraciət elədik. Hüquq mühafizə orqanlarına bununla bağlı, hədə zəngilə, həm də şantaj məktubu ilə bağlı, demək ki, Respublika Prokurorluğuna, Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət eləmişik və ümid edirik ki, yəqin ki, nəsə araşdırılır. Çünki burada belə deyək. Mətbuat konferansında Naxçıvanda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəsi Həkim Eldostu Mehdi çıxış edərək bildirdi ki, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi jurnalistləri hər yerdə təqib edir. Xərcə İsmail isə jurnalistlərin öldürənlərin, təqib edənlərin cəzasız qaldığını qeyd edib. Həm də vaxtıyla Elmar Hüseynovu
qətlini açmayanların və bunu davam edirənlərin, Rafiq Tağının qətlini açmayıb bu istintaqı davam edirənlərin, onlarla jurnalistin döyülməsinin ilə bağlı işləri araşdırmayan bu istintaqları davam edirənlərin və keçən il, ondan əvvəlki illər baş verən şantaj olaylarını araşdırmayıb, o istintaqları davam edirənlərin məsuliyyəti var. Yəni ki, bu məsuliyyət təkcə Naxçıvan hüquq mühafizə orqanlarının üstündə deyil, təkcə Naxçıvan Ali Məclisinin sədrinin üzərində deyil. Bu məsuliyyət həm də Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin üzərindədir ki, onlar vaxtı ilə jurnalistlərə qarşı edilən cinayətlərin istintaqını aparmış olsaydılar və kimsə cəzasına çatdırılsaydı, indi belə rahatlıqla bunu etməzdilər. Və yəqin ki, biraz da məsuliyyət bizim üzərimizdədir ki, biz gündəmdə saxlamağı bacarmırıq bu işi. Gündəmdə saxlamış olsaydıq bu məsələləri hər hüquq mühafizə orqanı rəhbərini görəndə, hər prezidenti görəndə və yaxud kimisə görəndə rəhbərlikdən, ölkə rəhbərliyindən soruşsaydıq onlardan ki, hanı Elmar Hüseynovun qatilləri cəzasına niyə çatdırılmayıb, hanı Rafiq Tağının qatillərini cəzasına çatdırılmayıb, hanı Azər Əhmədov, Natiq Əydəlovu, Qanturoğlu, Xədicə İsmayılovun şantaj edənlər niyə cəzasına çatdırılmayıb, niyə, hansı addımları görmüşsünüz? Yəni, bu məsələləri biz gündəmdə saxlamış olsaq və bu sualları verməkdə davam etmiş olsaq, belə rahatlıqla onlar bunu etməzlər. Görünür, biz də unuduruq və üstündən keçirik deyə onlar belə rahatlıqla bunu eləyə bilirlər.